Ocaq qalamışdım. Önündə tutdum. Ayaqlarım biraz yaxın idi da, elə də hissiyyatım yox idi. Hava da soyuq idi. Hayır. Evə gələndən sonra yatana yaxın nasklarımı soyunanda gördüm ki, ayaqlarım zad olub, suduqlubdu. Amma hiss eləməmişsiniz. Həmən hiss eləməmişdim. Hiss eləməmişdim, təzədən değişdim, su töküldü, özüm başladım yol sürtməyə, mal sürtməyə. Belə iş irəli gəlmədi. Başladım ayağım zad eləməyə. Bir ay bundan, yox konqrena deyil, bir ay bundan qabaq oldu. Ondan sonra da işte. İndi əməliyyat ediblər. Gəncədə də neçə yerə getdim, ora yolladı, bura yolladı. Əməliyyatdan sonra necədir ayağınız? Yaxşıdır. Amputasiyalar var. Öldürürdü. Bura gələndə kimi az qalırdım öləm yolda. Allah şəfa versin.